Əziz dostlar, hər hansısa bir səbəbdən sizin yaxınlarınız, qohumlarınız yatağa bağlı qalıbsa, sizlər çox xahiş edirəm diqqətli olun. Yataqda olan xəstələr adətən onlara doğru baxımı bilmirsiniz və doğru baxımı bilmədiyinizə görə onlarda çox ciddi yaralar yaranır. Öncəliklə bilmək lazımdır ki, yataq yaraları harda yaranır? Bizim başımızın arxa hissəsindən dabanımıza doğru olan hər bir yerdə, harda ki bizdə sümük çıxıntısı var, kürək nahiyəmizdə, oturacaq nahiyəmizdə, daban nahiyəmizdə, hətta dizlərimizin bir-birinə sürtülən yerlərində, hətta dirsəklərimizdə, barmaqlarımızda belə yataq yaraları yarana bilər. Bəlkə də siz bunların yataq yaralarının barmaqlarda necə olduğunu bilmirsiniz və görməmisiniz. İnanın bu cür çox saylı xəstələr görmüşəm ki, bu yaraları sağaltmaq həddindən artıq çətindir. Bəs necə edək ki, bu yataq yaraları yaranmasın? 1. Doğru yataq seçimi. Sizdə bir yaxınınız yatağa bağlıdırsa, ilk başda ABC olan havalı yataq alırsınız. Bu yataq necə olmalıdır? Bu yataq havalı olmalıdır. Xəstə üzərində yatdığı zaman xəstəyə eyni nöqtəyə basınc verməməlidir, yəni təzyiq verməməlidir. 2. Ən vacib özəllikdən biri, yataq çarşafınız heç bir zaman pambıq olmamalıdır. İpək parçadan olmalıdır. Niyə ipək parçadan? Çünki sürtünmə qüvvəsini azaltmaq lazımdır. 3. Bizlərin hamımızın istifadə elədiyi nəmli salfetlər qətiyyən istifadə eləmək olmaz dostlar. Bunlar xəstədə çox ciddi yataq yaralarına səbəb olur. 4. İstənilən betadin, isidici vasitələr, spirt, perks, bunlardan istifadə etmək olmaz. 5. Xəstə pampersdə çox qalmamalıdır. Qaldığı bölgəyə diqqət eləməliyik. Əgər artıq qızartı varsa, həmin qızartıya görə müdaxilə eləməliyik. Bizim ən çox sevdiyimiz vasitələrdən, ən azı mənim ən çox sevdiyim vasitələrdən biri hamazin kremidir. Hamazin kremini istifadə eləyə bilərik və o qızartını oradan, yəni sürtünmə qüvvəsini oradan rahatlaya bilərik, ala bilərik, onu müalicə eləyə bilərik. Əziz dostlar, sizin xəstənizin ifrazatı, yəni nəcisi, idrar zamanı onları çalışın, bədəndə çox qalmasın. Qaldığı yerlərdə sürtünmə yarası, kimyəvi yanıq yaralarına səbəb olur və xəstədə hissiyyat pozulduğuna görə və doğru baxılmadığına görə o qədər sürətlə yataq yaraları baş verir və inanın bu yataq yaraları insan ölümünə qədər gətirib çıxarda bilir. Bir də əsas bir nüansı demək istəyirəm hamımıza. Gözdən görünmür bəzən yataq yaraları. Biz başa düşə bilmirik ki, bizim xəstəmizdə yataq yarası artıq başlayıb. Bunun üçün xəstənin dərisini müayinə edirik. Gözdən siz müayinə eləyə bilərsiniz. Əlvinizlə basın. Tutaq ki, oturacaq bölgəsinə əlvinizlə basa bilərsiniz. Əlinizi baş barmağınızı qoyursunuz xəstənin dərisinə və sıxırsınız. 1 dəqiqə belə saxlamırsınız. 40 saniyədən sonra çəkirsiniz. Əlinizi çəkdiniz. Həmin yerdə artıq qan dövranı bərpa oldusa, demək ki, yataq yarası yoxdur orada. Əgər bərpa olmadısa, artıq 1-ci dərəcəli yataq yarası başlayıb. Bəs o zaman nə etmək lazımdır? Daha diqqətli oluruq. Əgər ora yük varsa, o yükü oradan alırıq.